Daha əvvəl sizinlə gavalı şorabasının hazırlanma videosunu paylaşmışdım. Bugün isə sıra gəldi gavalı kompotunu hazırlamağa. Qeyd edim ki, videonun sonunda təkrardan gavalı şorabasının hazırlamağını da yerləşdirmişəm. İstəsəz ona da baxa bilərsiniz. Bunun üçün ilk olaraq gavalarımızı yaxşıca yuyuruq. Suyu süzüldükdən sonra butulkalarımızı əlavə edib, üzərinə 1 stakan dolusu şəkər tozu və qaynar su əlavə edib, ağızlarını presləyib, baş aşağı bir müddət saxlayırıq ki, şəkər tozu ərisin, qarışsın. Daha sonra isə qalın bir ədyalın içərisində 2-3 gün öz istiliyində saxlayırıq. Bu butulkada hazırlama qaydası, indi isə balonda hazırlama qaydasına baxaq. Bunun üçün balonlarımızın içərisinə təxminən 15-20 ədəd böyüklüyündən asılı olaraq gavalını yerləşdiririk. Hardasa balonun 1/4 qədər hər bir butulka balonun içərisində meyvə olur. Videoda da zaten görürsünüz təxmini hansı nə qədər olduğunu. Daha sonra isə üzərinə 2 stakan yarım şəkər tozu əlavə edirik. Şəkər tozunu əlavə etmək, çox əlavə etməkdə məqsədimiz odur ki, kompotlarımız qıcqırmasın, xarab olmasın. Çünki şəkər tozu az olduğu zaman kompotlar xarab olurlar. Bu səbəbdən də pişirinliyi biraz çox ola bilər, amma bu formada hazırlanmağı daha uyğundur. Qaynatsanız da, qaynatmasanız da. Biz heç bir kompotumuzu qaynatmırıq. Bu şəkildə hazırlayıb saxlayırıq. Videoda da görürsünüz, bütün balonlarımız hazırdır. Daha sonra isə üzərinə qapa qaynar su əlavə edirik. Yəni qap qaynar. Qaynadıb şaxır-şaxır qaynaya-qaynaya balonlarımıza doldururuq və dolduqdan sonra isə eyni formada qapaqlarını bağlayırıq. Burada balon olduğu üçün maşın bağlayan vasitəsilə, qapaq bağlayan maşın vasitəsilə qapaqlarımızı bağlayırıq. Onu da qeyd edim ki, biz qapaqları öncədən isti suda saxlamırıq. Çünki isti suda saxlanılan zaman qapaqlar da boşalma, hava əmələ gəlir. Bu da balonun atmağına səbəb olur. O səbəbdən də soyuq su ilə qapaqlarımızı yuyub balonların üzərinə yerləşdirib və maşınla yaxşıca bərkidirik. Daha sonra isə kompotda etdiyimiz formada balonlarımızı da baş aşağı saxlayırıq bir neçə dəqiqə və bir müddət sağa sola uzanlı şəkildə yerləyirik ki, içərisindəki şəkər tozları yaxşıca qarışsınlar. Bu prosesi də bitirdikdən sonra balonlarımızın ağzını, balonlarımızı eyni formada 2-3 gün qalın bir ədyalın içərisində saxlayırıq. Bununla da kompotumuz hazırdır və videoda siz gavalı şorabasının da hazırlanma qaydasını görürsünüz. Gavallarımızı qəşəng-qəşəng yuduq, bankaya yerləşdirdik. Üzərinə 1 armudlu stakan sirkə, 1 yemək qaşığı şəkər tozu, 1 yemək qaşığı duz və qaynar su əlavə edib ağızlarını yaxşıca bağlayıb 2-3 gün ədyala bükülü şəkildə saxlayırıq. Daha sonra isə soyuducuya saxlayırıq. Hazırlanmağı bu qədər asan, ləzzəti isə möhtəşəm. Hazırlayan hər kəsə indidən nuş olsun.